Salam dostlar, bugün sizə mən göy küküsü edəcəm. Göy küküsünə gedən ərzaqlarımız 7 cürə göyərtidən istifadə eləmişəm. 2 dəstə spanaq, 2 dəstə keşniş, 2 dəstə şüyüd, 1 dəstə cəfəri, 1 dəstə nanə, 2 dəstə göy soğan və 1 ədəd belə göy sarımsaq, 5 yumurta, duz, istiot zövqə görə. Birinci başlayıram spanaqlarımı doğramağa. Spanaqlarımı xırda-xırda doğrayacağım. Çox dadlı, ləzzətli olur. Yəni eləsəz evdə mənə tat verərsiniz. Hətta artıq doğrayanda ətirləri evi bürüyür. Spanağımı doğradım. Keçirəm keşnişə. 2 dəstə keşnişi doğrayıram. Mən indi öz evimizin əhalisinə görə bişirirəm. Siz də yəni evdə çoxsuzsa, əhali çoxdursa artıra da bilərsiniz sayını, dəstələrin. Azdırsa azalda da bilərsiniz. Yəni bir dəstə də götürə bilərsiniz. Keşnişi doğradım, şüyüdü, cəfərini doğrayıram. Sonra nanəyə keçəcəm. Nanənin də yarpaqlarını belə qırırıq. Yumuşaq yeri qalsın. Təzə nanədir. Qırmızı. İndi də soğana keçirik. Soğanı 2 dəstə soğan, yaşıl soğanı doğrayacağım. Xırda-xırda. Soğanı doğramamışı qabaq sıxarsınız, suyu çəksin içində olan soğanı. İndi yaşıl sarımsağa keçirik. Nazik doğrayacağım. Göyərtiləri qarışdırıram bir-birinə. İndi keçirəm 5 dənə yumurtanı içinə sındırıram. Beş dənə yumurtanı sındırdım. Duz tökürəm. Yenə deyirəm, duz zövqə görədir. Kim nə qədər istəyir tökə bilər. İstiyor. Və qarışdırıram. Qarışdırdım yumurta ilə bir yerdə göyərtini. Bu arada tavanı da qoymuşam isti olmağa. Yağında kərə yağı tökmüşəm. Gətirim onu da sizə göstərim. Yağımız qaynadı tavanın içində. Bir damcı yoxlayaq, yapışmasın. Və şimdi tökülür tavaya. Qapağını qoyub 10-15 dəqiqəyə bişiririk. Sonra baklava şəklində və yaxud da polatas şəklində doğrayacağıq. Göy küküm hazırdır dostlar. Qəşəng yamyaşıl qalıb. Əgər fikir versinizsə qızarıb amma yaşıllığını itirməyib. Hamınıza bəri başdan nuş olsun deyirəm. Kanalıma abunə olmağı və like etməyi unutmayın.